Sual verilir ki, İbn Sina müsəlmandırmı? Yəni, alimlər deyir ki, xeyr, müsəlman olmayıb. İbn Sina, yəni mulhid, onun əqidəsi həqiqətən problemli olub insanın. Salam aleykum əziz müsəlmanlar. Özünüz də qulaq assınız da. Yəni, həqiqətən mən söz tapmıram deməyə. İbn Sina kimi bir adama, böyük bir mütəfəkkiraya, böyük bir alimə, eyni zamanda Quranı əzbər bilmiş bir şəxsə müsəlman deməmək, yəni bu böyük bir absurddur. Bunlar ayrı vaxtda deyir ki, biz əhl-i sünnəyik. Əhl-i sünnənin böyük alimlərindən biridir bu İbn Sina. Bunun şagirdi də olubdur Bəhmənyar, Azərbaycani, yəni Azərbaycandan olan alim. İbn Sina o şəxsdir ki, Qərb dünyası onun kitablarından istifadə edir. 170 əsərin müəllifidir. Ən məşhur ensiklopedik səviyyədə olan əsəri Əl-Şifadır. Həkimlik sahəsində, təbabət sahəsində möhrün qoymuş adamdır. Bundan başqa ən məşhur kitablarından biri Əl-Qanundur. Yəni bu adam deyir ki, alimlər deyirlər ki, İbn Sina müsəlman deyil. Alimlər demir, denən Vəhabi alimləri deyir. Hə, belə denən inanaq. Ayrı vaxtı deyirsiniz, əsr əhl-i sünnə bizik. Elə sübut olundu ki, deməli, elə siz burada ayrılırsınız da, əhl-i sünnə ilə bir əlaqəniz yoxdur. Vallahi, mən söz tapmıram deməyə. Artıq məsələləri buraxdım dostlarıma, şərhə. Salam aleykum.